evli cütlüklərdə övlad dünyaya gətirməklə bağlı ən çox bizə müraciət edir həm ailələr, həm də ginekoloqlar. İstəyirəm bir pasient karyotyp görüntüsü üzərindən bunları sizə izah edeyim və açıqlayım. Bir ailədir, həm xanımda, həm bəydə karyotyp görüntüsünü düzdük. Maraqlı yenə bir karyotyp görüntüsü ilə qarşılaşdıq ki, biz bunlara stogenetikada Robertsonian translokasiyaları deyirik ki, bir translokasiya aşkarlanmışdıq. Bu translokasiya 14-cü xromosom və 13-cü xromosom arasında olan bir translokasiya idi ki, 14-cü xromosom 13-cü xromosoma translokasiya olunmuşdur. Və bu ailənin 3 dəfə hamiləlik baş verib, amma 3-ü də uğursuz bir hamiləlik olmuşdur və səbəbini artıq biz aşkarlamış olduq ki, bu ailədə uğursuz hamiləliklərin səbəbi xromosomda olan translokasiya, bəyin xromosom yapısında olan translokasiyaya bağlıdır. Bununla bağlı ailəyə də, ginekoloquna da məlumat verildi ki, artıq ailə bundan sonra nə edəcəyini bildi. Uğursuz hamiləliklər 2 və üzərində və yaxud da heç hamiləliklər baş vermirsə, 1 ilin üzərində, 2 ilin üzərində mütləq genetik mərkəzə və ya genetika müraciət eləsinlər ki, hər hansı bir altda yatan genetik səbəb olma ehtimalı var.